Başqa bir tövsiyəsi var İmam əleyhissalamın ki, buyurur ki, İmam Hüseyin əleyhissalamın qatillərinə lənət elə. Onlardan bizarlıq elə. Əgər istəyirsən ki, behişt hücrələrində məskunlaşasan, Peyğəmbər salavatullah və əhl-i beytinin yanında olasan, İmam Hüseyin əleyhissalamın qatillərinə lənət elə və onlara lənəti tərk eləmə. Baxın, adi halda bizə deyiblər, lənət oxumaq olmaz. Çox lənət oxuyan insandan Allahın xoşu gəlmir. Amma Əhl-i Beyt əleyhimussalamın qatillərinin barəsində imamlar təkid edirlər ki, onları lənətləyin. Çünki onların mübarizəsi fərdi deyildi. Yəni, deyəm ki, bir nəfərlə deyildi. Onların hədəfi bu idi ki, din aradan geçsin. İdeologiya ilə. Bəli, istəyirdilər İslam dini aradan geçsin. Mübarizələri bu idi. Hətta Həzrət Peyğəmbər salavatullaha əbtər deyənlər, niyə əbtər deyirdilər? Sevindiklərindən. Sevinirdilər ki, da Həzrət Peyğəmbərin oğul övladı yoxdur, nəsli davam eləməyəcək və tezliklə onun dini aradan gedəcək. Bunlar baxdılar, gördülər ki, yox, Həzrət Peyğəmbərin dini aradan getmədi. Hətta özündən sonra Həzrət Əli əleyhissalamı müsəlmanlar üçün, möminlər üçün əmir, xəlifə, vəsi təyin elədi. Onun ardicanda o birisi imamlarımız ki, bir-birinin ardican müsəlmanların rəhbərləri təyin olunublar Allah Taala tərəfindən.